Amma insan deyə bilər ki, ilahi, mən pis iş görməklə özümə nəsə eləmişəm. Həzrət Əli Aleyhisselam necə deyir? Zələmtu nəfsi. İlahi, özümə zülm eləmişəm. Özümə zülm eləmişəm. Sən niyə özvə aid edirsən axı bunu? Keçən illərdə demişəm. Bax, bir adam bıçağı götürüb əlinə. Qulaq asın mənə. Bıçağı götürüb əlinə. Başlayır bədəninə bıçağı vurmağa. Bir gözünün qabağına gətirin bu adam. İnanın mənə, günahın ruha vurduğu zərbə, bıçaq zərbəsinin bədənə vurduğu zərbədən qat-qat artıqdır. Bir adam günah elədi, deyir, falan kəs günah elədi. Günah budur ki, iti bıçağı götürüb ruhuna zərbə vurur. Buna deyilə günah. Bu günahın mənası nə oldu? Adamın özünün özünə xəsarət yetirməsi. Günah belə bir şeydir. Allah niyə özünə götürür? Deyim, mənə üsyan eləməyin. Niyə özvə götürsən ilahi bunu? Təəccüblüdür. Mən özümə eləyirəm, sən özvə götürsən, niyə? Günahların adlarına baxırsan, Quranda çəkilən, deyəcəm inşallah gələn söhbətlərdə, hansı adlarla günah adlandırılıb, əksəriyyətini tərcümə eləyəndə özümə zülm eləmək mənasını verir. Adamın özünün özünə nəsə eləməsi mənasını verir. Allah niyə bunları özünə üsyan sayır? Düşünmüsünüz bu haqda? Yəqin ki, yox. Məncə yox. Allah niyə özünə qarşı üsyan sayır? Bu nəyi göstərir? Sizə qurban olun, bu Allahın sevgisindən başqa nəyisə göstərirmi? Necə yəni? Bilirsiniz, bax, əməllərin həqiqəti var. Əməllər hər biri bir həqiqətdir. Allah əslində əməllərin həqiqəti haqqında bizə xəbər verirdi. Filan əməl, filan təsiri var. Elə bir uşağa deyirsən ki, ay uşaq, bu peçə əl vursun, əlin yanacaq. Xəbərdir də bu uşağa verir, elə deyil. Allah da deyir ki, ilahi, filan insan, filan işi görsün, filan olacaq. Xəbər verir insana.